Adın nədir sənin? Musa. Musa neçə yaşın var? Neçə yaşın var Musa? Bilmirsən? Hərf tanıyırsan Musa? Yox. Rəqəmləri tanıyırsan? 2-nin üstə 1 neçə eləyir? Bilmirəm. Bilmirsən? İstərdin məktəbə gedəsən? Hə. Nə üçün istəyirsən məktəbə getməyi? Savadlı olmaq üçün. Bax sənin yaşıdların, səndən eyni yaşda olanlar artıq 3-cü, 4-cü sinifdə oxuyurlar, məktəbə gedirlər, savadlanırlar, kitab oxuyurlar. İmkan yoxdur ona görə. Kasıblıq olsun. Məsələn, üçün, valla deyirəm, uşaqların əynindəki kofta Qur'an haqqı qonşular verirlər. Hamısını. Biz bunların geyinməyə pay bayramı heç bir şey yoxdur. Bilmədim, necə bir şey. Məsələn, üçün, gedirəm bir yolda etdi işləmək üçün, dükanda etdi, içməyə qoymurlar. Deyirlər, yaşın azdır, zən olmaz. Qapıda bazada işləyirəm, məsələn, üçün, 13 manata, 10 manata edə belə. Allah qonşularını canı sağlasın. Məsələn, deyirəm, çağırırlar. Bu cəhətdən də yoxdur heç. Ümumiyyətlə, maraqlanan olubmu ki, təhsil sektorundan, Valla rayon bizdən məktəbindən? heç kim maraqlanan olmayıb. Nə bizə, nə zəng gedib soruşublar, deyiblər ki, kim bunlar oxuyur, heç kim deməyib heç bir şey. Qardaşlarınızda necədir vəziyyət? Bunların oxumağı, yazmağından biraz danışaq. Neçənci sinifdə oxuyurlar bunlar? Necədir bunların vəziyyəti? Bunun bu 7-yə gedməlidir. Deyəsən səhv eləməsəm 7-yə gedməlidir. Bu 3-ə gedirdi. Bunu heç maraqlanmır. Başlayın bu məktəbə gedməyib. Məktəbin qapısının bunun 10 yaşı var. Heç məktəbin qapısına olan şeydə onu bilmir bax. Anlayıram. Maddi cəhətdən də yoxdur. Belə heç bunlara maraqlanan olmayıb. Deməyim, məsələn üçün kimsə bunlara məktəbə gəlsin, ya girsin. Heç kim, nə müəllimlər gəlib, nə bir şey gəlib. Heç kim. Neçə il çobançılıqla məşğul olduq ailəvi olaraq? Biz ailəli olaraq 7 il. 7 il tutamız sönərdik. Körpə vaxtımda nə bir şey sönərdiyəm mən, 10 yaşımda. Bizi bura gətiriblər 3 aylıq. 3 aydan sonra, bayramdan sonra deyib çıxacaqlar buradan. Bizim qalmağa heç imkanımız yoxdur. Fermalarda yatdıqda heç orada da qoymurlar işləməyə. Deyirlər, maddi cəhətdən də anam da uşaqdan yazır, bunlarla işləmək olmur. Deyirlər, sən təkdən işləyənməsin, çıxın gedin. Fermalarda, kiralarda da maddi cəhətimiz yoxdur. Biz kiralara qalamırıq. Buradan da 3 aydan sonra çıxacaq. Onda bilməyəcək, hara gedəcək deyirdi. Məsələn, mən sinif yoldaşlarım baxmışam mənim başına paltarına. Mən onlara məsələn özümlə yaxın tutmamışam da. Məsələn, bir partidə oturmuşuq, heç mən artıya qoyublar. Heç mən məsələn sonradan qabağa qoymayıblar da. Arxada qalmışam, maddi cəhətdən çox həddindən də zəif olub bizdə. Ondan sonra işləməyə başlamısan. Haralarda işləmirsən? Nə kimi Fermada işləmirsən? işləmişəm, çobanlıq işləmişəm. Heç mən fermaya gəlib deməyib, balasan oxuyursan, ya sinifdən məşğulsan, heç bir şey deməyiblər bizə.
Biz heç gələn məsələn üçün işləməmişik, məsələn sənə vaxtı bir gün gedib işləmişik. Demişəm məsələn üçün bizim çörək pulumuz yoxdur da, bizə çörək pulu verib deyib yox işləmir, verməyəcəm sizə çörək pulu. İşləyin sonra verim çörək pulu biz. Elə vaxt olub vallah deyirəm, soğandan hazırlamışıq evin içində. Oturmuşuq soğanla günümüz keçirmişik. Adi qəndimiz olmayıb çay içməyə. İndi varmı? İndi vallahi heç bir dəqiqə özdə yoxdur. Heç bir şey yoxdur. Adi çörəyimiz yoxdur. Sabah bilmirik kim bizə verəcək. Qonşular Allah canı sağ eləsin bizə yardım edirlər oradan buradan. Bu Həsənov Musadır, 10 yaşı var, məktəbə getmir. Bir dəfə də olsun məktəbə gedir. Xeyr, bir dəfə olsa getmir məktəbə. Digər o müslim övladı neçə yaşı var? O İbrahimdir, Abdullah və İbrahimdir, məktəbə getmir, heç vaxt getmir məktəbə. Hazırlığa gedib, məktəbə getmir. Neçə yaş olan hazırlıqda? Onun 11-ci sindədir. 11 yaş. Digər övladınız? O da Həsəndir, 14 yaşı var. Məktəbə gedirmi, getmir? Yarı gedib, yarı getmir. Onun 17-nin içindədir qardaş. Bəs bu məktəbə gedirmi? Xeyr, getmir. Bunun da yazı oxu qabiliyyəti. Xeyr, yoxdur. Bəs uşaqlar indiyə qədər niyə görə məktəbə getmirlər, təhsildən yayınırlar? Paltarları yoxdur. Paltarları, ayaqqabıları yoxdur, sumkaları yoxdur. Ona görə getmirlər, qoymuram. Ala bilmirəm. Bəs Xeyr, maraqlanmayıblar. heç bir nümayəndə gəlməyib Xeyr, qapınıza? xeyr, gəlməyiblər. Bəs bunlar harda qeydiyyatdadır bu uşaqlar? Cəllabadda, Cəllabadın hansı kəndi? Uzuntəpədə. Uzuntepe kəndində, Bəli. Qarayar adlanır. Fermalarda olmuş, günümüz fermalarda keçir. 5 dənə uşaqdır, fermalarda böyütmüşük onları. Yaşayışımız yoxdur bizim, heç nəyimiz yoxdur. Qonşular versə yeyəcəklər, verməsələr yeməyəcəklər. Gedirlər uşaqlar o tərəf, mağazində tərəfləri, saray tərəfləri iyi gəlir, deyə bilmirlər. Fermada çətin oldu, özümüz çıxdıq, xəstələndik, körpələr xəstə, beton üstə yatırdıq. Beton üstə, uşaq yatmaz beton üstə. And olsun, beton üstə yatırdılar körpələrim. Xəstələndilər, çıxdım. Uşaqlar xəstələndi. Bəli, uşaqlar xəstələndi, çıxdım beton üstə yatdığına görə. Paltar istidə paltar ala bilmirəm, paltarlar yox, o bu verir paltarı zadı. Qonşular gətirir, o bu paltar verir. Uşaqlar meyvə zad istəyir, yolda zadda görürlər, onu bunun əlində piçəniş görür, ala bilmirəm. Coğrafiyada da kartı pişirmişəm, şama da kartışlar pişirmişəm, onu yeyiblər. Sabaha bilmirəm nə pişirəcəm, yoxdur imkanım. O bu çörək zad verir, gətirir, verir.